Əzizlər, yəni hər biriniz xoş gəlmişsiniz. Hər birinizə dəyərli və bərəkətli ömür arzu edirəm. Diqqətinizə görə də təşəkkür edirəm. Gələn əhvaliniz var olsun, qapınıza xeyir işlərə gələk. Eviniz, ocağınız həmişə, hər zaman, hər daim şadlıqlara açılsın. Məclisinizin başında Allahın sevdiyi əziz insanlarınız olsun. Hər birinizə bir daha xoş gəldim deyirəm. Biraz söz danışmaq çox çətindir. Çünki, başqa bir yeri olsaydı, məsələn, bəlkə də başqa türə gedərdi, amma bugün gerçəkdən mənim üçün çətindir. Amma yenə də xoş gəlmişsiniz. Allah sizləri var eləsin, gələn yaxlarınız bir daha var olsun. Qapınıza xeyir işlərə gəlin. Salam yaşayın. Gəlin. Nəvələrin qapısında. Belə bir